Hər bir xalqın, hər bir ümmətin öz tarixi, günləri və bayramları var. Bəs biz, Azərbaycanlılar, bir xalq olaraq bu dəyərlərdən nə qədər məlumatlıyıq? Ümumiyyətcə, öz milli dəyərlərimizin qədrini nə dərəcədə bilirik? Bunu bugünkü sorğumuz göstərəcək. Valentin günü nə vaxt qeyd olunur? Fevralın 14-ü. Valentin kimdir ümumiyyətcə? Şimdi bilmirəm dəqiq. Valentin kişi olub da bir kişi adıdır yəni ki. 14 fevral. Ümumiyyətcə Valentin kimdir? Valentin yəqin ki hansısa qızdır. Valentin günü, yəni Dünya Valentin günü 14 fevral. Ümumiyyətcə Valentin kimdir? Valentin keşiş olub da, səhv eləmirsiniz. Sevənləri evləndirib müharibə vaxtı, ona görə də yəni Valentin kimi qeyd olunur həmin gün. 14 fevral. Valentin kim olub? Keşiş. Sorğumuzu məhz bu iki sualla başlamağımız heç də təsadüf deyil. Keçmişimizə, elə bugünümüzə də necə dəyər verməyimizi anlamaq üçün bu iki sual müəyyən mənada lakmus kağızı rolunu oynayır. Göründüyü kimi, müraciət etdiyimiz həmyerlilərimizin əksəriyyəti Valentin gününün nə vaxt qeyd olunduğunu bilir. Sadəcə, bu Valentinin kimliyi fikir ayrılığına səbəb olub. Bəli, çoxları fevralın 14-ünü böyük məmnuniyyətlə bayram etsələr də, bir-birinə hədiyyələr bağışlasalar da, bu hərəkətlərinin fərqində deyirlər. Biz bu boşluğu aradan qaldırmağa çalışdıq. Beləliklə, Valentin gününün tarixi köklərini qədim Roma ənənələrində, bütpərəstlik dövründə aramaq lazımdır. Tarixçilər yazırlar ki, Roma şəhərinin əfsanəyə əsasən qurucuları olmuş Romul və Remanın dişi canavar tərəfindən bəsləndiyi yeri sakinlər müqəddəs sanırdılar və hər il fevralın 15-də burada Lupercalia adlanan erotik bayram təşkil olunurdu. Latın dilindən tərcümədə lupa dişi canavar deməkdir. Lupercalia bayramı qədim Romalıların etiqad bəslədikləri qızğın məhəbbət tanrıçası Juno Februataya həsr olunurdu. Məqsəd isə yeni ailələrin qurulması olurdu. Burada bayrama xas olan bir maraqlı ənənəni və onun meydana gəlməsi tarixçəsini qeyd etmək yerinə düşərdi. Eramızdan əvvəl 276-cı ildə Romada olduqca acınacaqlı vəziyyət yaranmışdı. Analar dünyaya ölü uşaqlar gətirir və yaxud vaxtından əvvəl onları itirdilər. Şəhər faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Kahinlər belə qənaətə gəldilər ki, sağlam uşaqların dünyaya gəlməsi üçün qadınlar qurban verilən heyvanın dərisindən hazırlanmış şallaqlarla döyülməlidirlər. Beləliklə, Lupercalia bayramı zamanı qurban kəsilən heyvanların dərilərindən qamçılar düzəldilirdi. Təşkil olunan keyf məclisi bitdikdən sonra gənclər bu qamçılarla silahlanaraq çılpaq şəkildə Roma küçələrində o yan bu yana qaçır, rastlarına çıxan qadınları şallaqlayırdılar. Maraqlıdır ki, qadınlar buna etiraz etmir, əksinə, hər kəs şallaqlanmaq arzusunda idi. Qədim Romalılar inanırdılar ki, bu zərbələr onlara sağlam övladlar bəxş edəcək. Sözü gedən mərasim Romalılar arasında böyük populyarlıq qazandı və hətta zağdakən ailələrin üzvləri də bu proseslərin fəal iştirakçılarına çevrildilər. Tarixçilər yazırlar ki, Mark Antoni kimi tarixi şəxsiyyət də əlində qamçı bir zamanlar Roma küçələrini dolaşır. Mərasimin yekununda isə bütün qadınlar da paltarlarını soyunur və çılpaq qalırdılar. Bütün bu hadisələr fevralın 15-də baş verirdi. Bir gün əvvəl isə qədim Romalılar nikah, analıq və qadın tanrıçası Yunonanın şərəfinə bayram təşkil edirdilər. Qızlar sevgi məktubları yazaraq ümumi qaba yerləşdirir, gənclər isə bu qabdan hərəyə bir məktub çıxarırdılar. Beləcə, gələcək ailələrin təməli qurulurdu. Əsrlər ötür, bu ənənələr isə Romalılar tərəfindən yaşadılırdı. Hətta xristianlıq belə uzun müddət bu bayramın ləğvində aciz oldu. Yalnız 5-ci əsrin sonlarında Lupercalia biabırçılığı tarixin yaddaşına köçdü. Amma bir müddət sonra bu bir zamanlar olduqca dəbdəbəli bayrama uyğun əfsanələr uyduruldu. Onlardan bir neçəsi günümüzə qədər gəlib çatmışdı. Ən populyarı isə Roma İmperatoru 2. Klavdinin zamanında yaşamış Valentin haqqındadır. Əfsanəyə əsasən, Klavdi döyüş meydanlarında subay, ailə problemləri ilə yüklənməyən kişilərin daha fədakarlıqla vuruşacaqları qənaətinə gələrək, kişi və qadınları nikaha girməyə qadağa qoyur. Lakin Valentin hökmdarın əmrinə zidd olaraq, gecələr sevən cütlükləri nikahla birləşdirərmiş. Amma Klavdi bundan xəbər tutur və Valentinin edamına fərman verir.
Əmr isə güya fevralın 14-də icra olunur. Təbii ki, heç bir tarixi əsası olmayan nağıl kimi Valentin haqqında digər əfsanələr də mövcuddur. Amma elə bu nəzər saldıqlarımız da kifayət edir ki, belə bir qənaətə gələk. Hazırda Valentin günü kimi qeyd edilən qondarma bayramın təməlində bütpərəstlik dövrünün mənəviyyatsız və çirkin ənənələri dayanır. Bəs görəsən, fevralın 14-ünü bayram kimi qeyd edən, bununla da faktiki olaraq bir zamanlar qədim Roma küçələrində çılpaq o tərəf bu tərəfə qaçan insanların ruhlarına ehtiram bəsləyən həmyerlilərimiz, Azərbaycan vətəndaşları yaşadıkları ölkənin əlamətdar günlərinə, elə də uzaq olmayan keçmişinə nə dərəcə bələtdilər? Gəlin dinləyək. 1918-ci ildə qurulmuş 28 may tarixində Azərbaycan Demokratik Respublikasının ilk hökumətinə kim başçılıq eləyib? Məhəmməd Əmin Rəsulzadə. İlk hökuməti Məhəmməd Əmin Rəsulzadə idi yəqin ki. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə olur. Məhəmməd Əmin Rəsulzadə səhv eləmirəmsə. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə. Məhəmməd Əmin Rəsulzadə olmalıdır. Bilirdim, yadımdan çıxdı. Çox zaman pafosla xatırladığımız, müsəlman şərqində ilk demokratik dövlət olduğunu vurğulamağa adət etdiyimiz, yaradıcılarından birinin söylədiyi bir kərə yüksələn bayraq bir daha enməz cümləsini təkrarlamağı xoşladığımız Azərbaycan Demokratik Respublikasının tarixinə orta statistik Azərbaycanlı bax belə bələddir. Çətin sual idi? Olsun. Tamaşaçılara düzgün cavabın Fətəli xan Xoyski olduğunu xatırladaraq, sorğumuzun digər sualının necə cavablandırıldığını izləyək. Azərbaycan dövlət müstəqilliyi günü nə vaxt qeyd olunur? Müstəqil günü demək 28 may. Dövlət müstəqilliyi günü 28 may. Tamam unuttum, yalan deyirəm. 28 may. Bu da belə. Daha bir xatırlatmaya ehtiyac olduğunu düşünürük. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı yekdilliklə qəbul edildi. Bəli, təəssüf ki, bəzən həqiqi dəyərlər uydurma, süni və xalqımıza yad butafora ilə əvəzlənir. Nəticəsi isə göz qabağındadır. Vəziyyət acınacaqlıdır, amma ümidsiz deyil. Ən azından ona görə ki, sorğu apardığımız zaman belə cavab verən də oldu. Valentin günü nə vaxt qeyd olunur? Əslində Valentin Azərbaycana aid deyil. Bizim üçün 30 iyun var. İlham və Fərizənin toy günüdür, səhv eləmirəmsə və həmin günü bizim Azərbaycanda rəsmi olaraq Sevgililər günü elan ediblər. Vəssalam. Yəqin ki, hər hansı artıq bir şərhə ehtiyac qalmadı. Allahın bizə bəxş etdiyi düşünmək qabiliyyətindən istifadə edərək hər kəs özü nəticə çıxara bilər. Biz isə bir məqamı xatırlatmaq istərdik. Keçmişinə, bugünə hörmət qoymayan xalqın gələcəyi ciddi təhlükə altındadır. Allah xalqımızı qorusun.